Say sistemi, ədədlərin yazılması və oxunma qaydası say sistemi adlanır. Say sistemləri iki yerə bölünür. Mövqesiz say sistemi, bir də var mövqeli say sistemi. Mövqesiz say sistemi nədir? Mövqesiz say sistemində ədədlərin yazılışında istifadə edilən rəqəmlər tutduğu mövqedən asılı olmayaraq həmişə eyni ədədi bildirir. Buna misal olaraq Roma say sistemini misal göstərmək olar. Roma say sistemində, yəni Rum rəqəmlərindən istifadə edilir. Rum rəqəmləri Latın əlifbasının hərfləri ilə işarə edilir və mən əvvəlcədən bura o işarələri yazmışam. Roma say sistemində yazılan ədədi oxumaq üçün ya ədədləri toplayırıq, ya da çıxırıq. Amma yazarkən bir neçə qaydaları gözləyirik. Birinci qaydamız, 5 iştirak edənləri ədədin yazılışında təkrarlamaq olmaz. Yəni 5, 50, 500-ü bir dəfədən artıq yazmaq olmaz ədədin yazılışında. İkinci, yerdə qalanları isə ard-arda 3 dəfədən artıq yazmaq olmaz. Yəni 1-i, 10-u, 100-ü, bir də 1000-i ard-arda 3 dəfədən artıq yazmaq olmaz. Üçüncü qaydamız isə kiçikdən sonra böyük yazanda yalnız bir kiçikdən sonra böyük yazmaq olar. Məsələn, əgər mən 2 dənə kiçik ədəd yazıb, bir dənə böyük ədəd yazsam, bu yazılışım səhv olar. Bir kiçikdən sonra böyük yazmaq olar. Roma say sistemində yazılan ədədləri oxumaq üçün nə edirik? Birinci, əgər ədəd azalan sırayla yazılıbsa, necə yazılıb? Azalan sırayla yazılıbsa, həmin ədədi oxumaq üçün ədədləri toplamaq lazımdır. Məsələn, yazırıq 50, 10, 1. Belə yaza bilərik. Oxumaq üçün baxırıq, azalan sıradır mı? Bəli, 50 üstə gəl. 50 üstə gəl 10 üstə gəl 1 edir 61. Yox, əgər kiçikdən sonra böyük yazılıbsa və onu da qeyd edirik ki, bir kiçikdən sonra böyük yazılar, həmin ədədi oxumaq üçün böyükdən kiçiyi çıxmaq lazımdır. Məsələn, 10 yazmışam, oxumaq üçün 10-dan biri çıxırıq, deyirik 9-dur. Bu olur mövqesiz say sistemi də istifadə olunan rəqəmlərin oxunması və yazılması qaydası. İndi isə mövqeli say sistemini izah edək. Mövqeli say sistemi də ədədlərin yazılışında istifadə olunan rəqəmlər tutduğu mövqedən asılıdır. Və onu da qeyd edim ki, biz mövqeli say sistemindən istifadə edirik. Say sistemi olaraq onluq say sistemindən istifadə edirik. Onluq say sistemindən istifadə edirik. Və riyaziyyatda ədədləri yazmaq üçün rəqəmlərdən istifadə edilir. İlk növbədə onu qeyd edim. 10 dənə rəqəmimiz var. Hansılardır? 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Diqqət edirik ki, bunlar rəqəmdir. Ədədlər rəqəmlərin köməyi ilə düzəlir. Məsələn, deyirik 987. Burada 9 rəqəmindən, 8 rəqəmindən, 7 rəqəmindən istifadə edib ədəd düzəltmişik. Və diqqətli olun ki, rəqəmlərə ədəd demək olar. Məsələn, mən deyə bilərəm 6 ədədi və yaxud da 6 rəqəmi. Amma ədədlərə rəqəm demək olmaz. Məsələn, 987 ədəddir deyə bilərəm, amma 987 rəqəmi demək olmaz. Yanlışdır. Bunu yadda saxlayın. Və onluq say sistemində də 10 dənə rəqəmdən istifadə edilir. Yəni, bu rəqəmlərdən istifadə edilir ədədləri yazmaq üçün. Mövqeli say sistemində ədədlər sağdan sola doğru mərtəbələrə ayrılır. Məsələn, yazırıq 555. Birinci təkliyi bildirir, sağdan təklik, onluq, yüzlüyü. Yəni, 5 vurulsun 100, 5 vurulsun, ikinci 5 onluq, üçüncüsü isə təkliyi bildirir. Ona görə də bu say sistemi mövqeli say sistemidir. Rəqəm tutduğu mövqedən asılıdır. Və diqqət ilə etsək görərik ki, hər mərtəbə özündən əvvəlkindən 10 dəfə böyükdür. Ona görə də belə say sistemi onluq say sistemi adlanır. Ümumiyyətlə, mən onu da qeyd edim ki, onluq say sistemində, yəni hər bir say sisteminin indeksi qədər ədəd orada istifadə edilir. Məsələn, tutaq ki, biz 8-lik say sistemi deyiriksə,
Bu mövqeli say sistemidir. 8'lik deyiriksə, burada 8 dənə rəqəmdən istifadə edilir. 0, 1, 2, 3, 4, 5, 6, 7. Baxın, bu rəqəmlərdən istifadə edilir. Yəni 8 dənə rəqəmdən. Məsələn, desək, ikilik say sistemi 2 dənə rəqəmdən istifadə edilir. 0 və 1 rəqəmdən istifadə edilir. Mövqeli say sistemi də bu qədər.